Salam, hər vaxtınız xeyirli olsun. Maraqlı bir limit sualına baxaq. Limit x sıfıra yaxınlaşanda kosinus x üstündə 1 böl x kvadrat. Deməli, əvvəlcə nə edirik burada? A bərabərdir. Limit x sıfıra yaxınlaşır. Kosinus x üstündə 1 böl x kvadrat yazaq. Sonra hər tərəfə ln a limit x yaxınlaşır sıfıra ln kosinus x böl x kvadrat. Sonra ln a bərabərdir 1 böl x kvadrat gəlir qabağa. Limit x sıfıra yaxınlaşır ln kosinus x böl x kvadrat. Və burada x-i yerinə 0 qoyduqda 0 bölünsün 0 halı olduğundan biz bura L'Hopital qaydasını tətbiq edə bilərik. Onda ln a bərabərdir. Limit x yaxınlaşır 0-a. ln kosinus x-in törəməsini tapırıq. Bizə verir 1 böl kosinus x və kosinus x-in törəməsi də mənfi sinus x. Aşağıda da 2x bərabərdir. Limit x yaxınlaşır 0-a. Sürətdə mənfi tangens x, məxrəcdə 2x. Və tangens x bölü x görkəmli limitdən 1-ə bərabər olduğundan bərabərdir. Mənfi 2-də 1 alır cavabımız. Və ln a mənfi 2-də 1 olduğundan a bərabərdir. Y üstü mənfi 2-də 1. Yəni 1 böl kökdə y. Sağ olun, salamat qalın.